Fanlarım qoy yığılsınlar. Bir də ekran kaydı edeyim, bunu paylaşın fan səhifələri. Ekran kaydı edeyim. Deyim paylaşın. Siz ginekologsunuz Arzu ama. var. Bu gün maşına çekim kaldı. 8 gün. Nereye bir gün? Demək, indi mən ekran kaydı çıxdı qabağıma. Orada mən bugün səhər canlı yayında demişəm ki, qızlar, həyat sizindir, doğmaq istəyirsiniz, doğun. İstəyib, kəbinimiz oldu, doğu getsin. Zaksa girdin, girmədin, o sizin şəxsi işinizdir. Əsas kəbinin oldu, doğu getsin. Bir dənə xanım məni paylaşıb. Sən bizim cəmiyyətdə, bizim xanımlara deyirsən, get doğ. Buradan kayd edib paylaşın. Birincisi, Arzu kimdir ki, Arzunun işinə getsin, əri ilə cik 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 cik, sevgilisinin cik 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 cik, obursunu cik 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 eləsin. Cik cik cik, obursunu cik 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 eləsin. Bir, deyəm. İkincisi, sesim gəlir. Qulaq asın. Sesim gəlir. Gəlir sesim. Hə. İkincisi, ay balam, mənim sözümlə cəmaət niyə gedib doğsun? İkincisi, o boyda xoşqədəmdə. Bütün günü kürəkəni ilə gezən fırlanan, əri ilə gezən fırlanar. O onun evinə qaçırtdı. Bəs bu sizin cəmiyyətinizi pozmur. Arzu dedi ki, get istədiyin kimi doğ, o sən cəmiyyətini pozur. Hələ get o televiziyara, otur ki, 17 yaşındakı qaynana gedir kürəkənlə qaçır. Kürəkən gəlinlə qaçır. O, bunu otur danış da. Otur, qoy xoşqədəmi, mən kiməm ki? Qoy xoşqədəmi, dinən ki, bu televiziyada niyə belə şeylər deyilir? Niyə belə şeyləri təbliğ edirsiniz? Mənə nöş qoymuşsan. Yaxşıdır ki, Arzu bir dənə ağzına söz aldı, dedi ki, gedin doğun ürəyi istədiyiniz kimi. Mən kiməm ki, az? Mən kiməm? Qaldırsa pis şey deyil. Mən kiməm? TikTokda bu qədər üzdən iraqlar var. Götür üzdən irağı qoy da. Mənim cəmiyyətimdə 5 yaşında uşaq oturur, üzdən irağa şaq 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 şaq. Ha? Kommentlərə, vallahi düz deyirsən, can, xanım, halaldır sizə, xanım dedi yanım. Can, halaldır xanım sizə, xanımdır sizə. Xəstəsiniz bəziləriniz. Reklam axtarırsınız, yaz mənə direktə, mən səni reklam eləyim. Bütün günü xoşqədəmin yanı o qədər qadınlar gəlir, boşanır ərindən boşanmıyor, gedib o ilə qaynanasından doğan, qaynanası ilə kürəkəni ilə qaçan, o ilə qaçan. Heç onlardan danışmırsınız. Yaxşı bir dənə söz, Arzu xanım, Arzu kimdir az? Arzu kimdir? Biz Azərbaycanda da, biz neyin kafasını yaşayırsınız? Bu ki, ev girəndə kişi ilə evlənəndə neyin necək, boşanacaq, evlənəcək, uşaq edəcək, məndən soruşur bəyəm. Bu neyin kafasıdır, neyin kafasıdır? Gündəm axtarırsınız, deyin gündəm axtarım, mən sizə gündəm verim. Biraz ağlınızı başa alın. Əməliyyat olmuşam. Allah haqqı. Arzu xan dedi, Arzu dedi. Arzu böyüdür. Get televiziyada olan şeylərə bax, sən. Televiziyadakilərə bax, sonra danış. Adamda. Ondan sonra ged oradan danış. Gündə kürəkəni ilə qaçır, o ilə qaçır, qaynatası ilə qaçır, 17, 18, 19 yaşına. Onlara gedir, o boyda televiziyada gedir. 5 uşağını atır qoyur, gedir afisantla qaçır, arvad. Bunları onda televiziyada niyə göstərirsiniz? Buna da 15, 16, 17 yaşda qızlar baxır da. Ondan danışın. Bezmişəm, Allah, nə oldu? Arzu onu dedi. Siz belə eləyirsiniz, siz elə eləyirsiniz. Arzu xanım, biz Azərbaycanda hoy. Biz sərbəst düşüncəmizi deyənmərik. Səndən soruşacağım, ya sizdən soruşacağım. Sosial şəbəkə mənimdir, TikTok mənimdir. Mənim sərbəst düşüncəmi heç kim qadağa qoya bilməz. Elə bir qanun yoxdur, elə bir dünya yoxdur. Bu mənim şəxsi düşüncəmdir. Demişəm, kəbinini aldınız, gedib doğa bilərsiniz. Allah qabağında kəbinin olandan sonra sənin zakısın kimə nə? Zakız sənin üçün qonşularadır. Zakız sənin dostlarvadır. Allah qabağında təmizsənsə, kəbinin varsa kimə nə? Hə? Kimə nə az? Ekran kayıtlarımı paylaşanda bütöv paylaşın.
Allahın qabağında sənin kəbinin olandan sonra sənin o zakısın kimə keçər? O zakız kağız hansı şey də dində var belə baxanda. Var üçün, dövlət üçün, ev üçün, onun üçün, bu üçün də, haqların üçün, qanunların üçün. Kayıtlarımı paylaşanda bir düz əməlli paylaş. Qurban olduğumu da keçiblər. Bizim Azərbaycanımı pozursunuz, elə eləyirsiniz. Otur elə kişinin qızısansa götür üzdən iraqları qoy ağzıva da. Deyirən ki, nələ üzdən iraqlardan danışın ki, niyə bu üzdən iraqları çoxaldırsınız? Ona görə bir sözü bir dəfə deyəndə bir 5 dəfə fikirləşin ki, nə deyirsiniz? Əl biz cavab verməyəcəm. Sizə elə verərəm, otuzdururam da yerimizdə. Da bilmirlər gündəmə nə axtarırlar. Gedin televiziyonda olanlardan danışın. Görün kim kiminlə qaçır, kim kiminlə hara gedir. Kim kiminlə nə yaşayır. Bir dənə qız götürüb mənə paylaşıb. Bəlkə düz demirəm, and verirəm sizə Allaha. Demişəm, özünüz üçün yaşayın qızlar. Qonşu üçün, əqrəbi üçün, qohum üçün, əqrəbi üçün yaşamayın. Doğmaq istəyirsən, gir kəbinə doğ. Kimə nə? Kimə nə? Zaksa girməsən də olar. Düz demişəm də. Allahın qabağında təmiz olandan sonra qonşumdan nə hərləyirəm mən? Qohum nə hərləyirəm az mən? Kiminkisə yaşamayın, özünüz üçün yaşayın. Deyirəm, təsdiq edirəm, üstünə də qol çəkirəm. Sonra sizdən icazə alacağım. Demirəm ki, gedin kürəkəninizlə qaçın. Demirəm ki, gedin qonşu ilə qaçın. Demirəm ki, ərivə at get, başqası ilə qaç, qaynatonla qaç. Sən onları televiziyada olanlardan danış. Onları göstərməsinlər. Çox ki, cəmaatın qızı da o hərəkəti eləməsin. Reklam axtarırsınız bu bəziləriniz. Yazın mənə direktə, mən sizə reklam eləyim. Dediyim ürəyim rahatladı. Все, rahatlaşdım. Tam yeter. Hə, xanım, səviyyəsizdir. Hə, arzumda çox vecin oldu. Ki, bilmirəm, mənim hər sözümü qayd edirlər. İstəyirəm, hər sözümün arxasındayım. Üz cərmə qızlar. Turan Atalı, nə olub qardaş, başın ağrıyır? Əməliyyat deyəm də, əməliyyat kompleksim yoxdur, girmişəm. Nə oldu, şişdir də. Ay xanım, sən mənim qızlarım üçün narahat olma. Qızlarım yetişkin yaşına çatanda özləri öz qərarlarını verə biləcəklər. Başa düşdün? İnanın mənə, sənin qızın 20 yaşına çatanda heç səndən soruşmayacaq. Valla. Sən qızı nə qədər bürüsün də, nə qədər bağlasın da. Kimin qızı olur olsun. Canında nə varsa onu eləyəcək. Başa düşdünüz? Siz bürümə ilə dör qızı. Bürümə ilə dör. İnsanın gərək iç daxilində olsun. Başa düşdün? Qaçan qız qaçacaq, qalan qız qalacaq, ağıllı qız da ağıllı olacaq. Başa düşdün? Sən qızını nə qədər didən imana da keçirtsin, fiksion bağlasan da, rişotka deyə bir şey var. Sal rişotka. Əgər bir qızın canında varsa, elədiyi zibili eləyəcək. Sən nə qədər onu örtsün də. İnsanın daxilindən gələn bir işdir. İstəyir mən buradan şortik mi giyinim? İstəyir mən yubqa giyinim. Başa düşdün? O daxildən gələn bir şeydir. Bir həftə. İçində, qanunda o varsa eləyəcəksən. Sən nə qədər o yana getsin, nə qədər. Sən aton da, anon da nə qədər dinli, imanlı, düzgün olsa da, sənin o qızında ya oğlunda o narkomanlıq varsa, qızında o piyanskəlik varsa, o pozğunluq varsa, onsuz da eləyəcək. Başa düşdün? Yaxşı valideynlərdən də qeyrətsiz evlad çıxır. Başa düşdünüz? Piyanski atadan da, pozğun anadan da yaxşı təmiz qızlar da çıxır. Başa düşdün? Bəziləri deyir, anası necə balasıdır? Xeyr. Pis anadan da yaxşı qız çıxır. Piyanski atadan da qeyrətli oğul çıxır. Nə üçün? O insanın daxilində olan bir şeydir. Bəli, bəli. Bir dənə var kəsib oturaq. Bəli. Tamam da ben xanımla danışdım, gəlirdən sonra. Yox, yanlış. Niyə yanlışdır? Niyə yanlışdır? O qədər anasız, atasız o böyüyə. Niyə yanlışdır az? O qədər anasız, atasız böyüyə qız evladı var. Qeyrətli, namuslu. O qədər anasız, atasız uşaqlar var ki, valideynsizdir. Başlarında ataları yoxdur. Əziyyət çəkib haralara gəlib çıxıblar. Bilsən necə oğullar çıxıb oradan? Bilsən necə qızlar çıxıb oradan? Nə olsun, başının üstündə anası, atası yoxdur. 3 ay. Allahdır, qismətdir. İndi dedi. Hə? Sabah mənim maşın vurucu, öləcəyəm, gedəcəyəm. Mən sizə Qızların böyüyəsi. Onun canında varsa, o necə varsa elə də gedəcək davamlı. ancaq bizə həftə sonra. O qədər atasız qızlar var ki. Sonra doktor qalxması olmağı, o mənim. O qədər yaxşı qızlar çıxıb oradan. Nə dəxli? Nə dəxli?
Başında aton yoxdursa sən pozğunsan? Hə? Xanım, nə olur ki, xanım? Başında anon yoxdursa sən yiyəsizsən? Pillər alınıbdı, buxaq əməliyyatı keçirildi. Düz demirəm. Bizdə də hamı əməliyyat oldu, heç kimdə də... Deyə danışdım, öz ambulamdayım mən. Papatya çox sağ. Baxın. Nə gün nədir bu ilahi? Xanım, əməliyyatdan çıxmışam da 2 gündür xanım. 3 şişdir, nə olsun? Hə, nə olsun? İlahi, ilahi, gəl dua eləyək. İlahi, mən nə gündəyəm? İlahi. Ay ilahi. Burada izləyicilər deyən, burada bir iki qız var. Mənim üçün dua eləyir. İlahi. Ay ilahi. Mən nə gündəyəm? İlahi. İlahi. Sən bunları dünyaya getirəndə bunlar necə gözəl olub. İlahi. Gül təpənə. Deyəm. Hə, oldu. Vurdu bizi. Vurdu udar. Bax. Oldu təpəmizə kül. Uçağı sardadı da. Üz gəlmə. Yəni doludur pasientlərimiz. Tanınmış olmasın, nə var? Tanınmamış. Çatmır ki, mən ərləmirəm belə mesajları. Neyse, ürək sözlərimi etdim, qayd eləsiz canımsız. Getdi o, kadına kapakıldı, onu da atırıq Luka. Öpürəm sizi, evə gedib açacağım. Yəni mükəmməl şəkildə də. Şişim yatsaydı rahat canını açardıq. Bu bitdə yenə ekran kaydına düşür. Vallahi.